Salamlar. Bugünkü mövzumuz şagirdlərin çətinlik çəkdiyi, halbuki birlikdə asanlıqla anlayaraq öyrənəcəyimiz mol Avogadro qanunu olacaq. Bir kaset yumurtanı biliriksə, deməli molu biləcəyik. Bir kaset yumurta nə qədərdir? 30 dənə turda düzdür. Bir kaset yumurta deyəndə siz bilirsiniz ki, 30 dənə yumurta. 2 kaset yumurta, 60 dənə yumurta. Mol da elə bilin ki, bir qabdır və Avogadro ədədi qədər altdan %2 vurulsun 10^23 sayı tutur. Mən desəm ki, 1 mol karbon nə qədərdir atom sayı? Altdan %2 vurulsun 10^23 deyəcəksiniz. 2, deməli o altdan %2 vurulsun 10^23-dən 2 dənə hətta 2-yə vuracaqsınız. Necə ki, kaset yumurtada 2-yə vurdunuz deyə 30 dediniz. Bu da eynən elədir. Gəlin bəs belə baxaq. Bir kaset yumurta, bir kaset daş. İkisinin də sayı eyni olacaq, 30. Bəs kütlələri eyni olacaqmı? Fərqli olacaq. Eynən kimyada da 1 mol karbon götürdüm, 1 mol maqnezium götürdüm. Sayları eyni olacaq. Çünki qabı altdan %2 vurulsun 10^23 say tutur. Kütlələri isə necə olacaq? Fərqli.